Demək, aşıq yaradıcılığı ilə bağlı doğru fikirlər müəyyən edin. 1. Təbii ki, burada doğrudur. Məhəbbət dastanlarında əlbəttə ki, qəhrəmanlıq motivi və əksinə, qəhrəmanlıq dastanlarında məhəbbət motivi ola bilər. Tutaq ki, Koroğlu qəhrəmanlıq dastanıdır. Burada məhəbbət motivi ola bilər. Həm bənd, həm də beyt şeir vahidindən istifadə edilir. Xeyr, yalnız bənddən istifadə olur. Qoşma qərarı. Müəllifinin olması ilə şifahi xalq ədəbiyyatının digər sahələrinə fərqlənir. Düzdür, aşıq yaradıcılığı biz bilirik ki, müəllifi və nə vaxt yaranmaz təxmini bəllidir. Doğrudur. Əksər janrları yazılı ədəbiyyatın janrları əsasında yaradılmışdır. Yanlışdır. Yalnız hecab əslində olan nümunələr yaradılır. Doğrudur. Aşıq yaradıcılığı hecab əslində olur. 1, 3 və 5'dir cavabımız.